Pasientlərdən gələn sualları oxuyuram və bu suallardan biri süd vəzi nahiyəsini lazer epilyasiya etmək təhlükəlidirmi? Qeyd edeyim ki, lazer epilyasiyası zamanı lazer şüaları yalnız dərinin ən üst təbəqəsinə təsir göstərir. Yəni dərində olan nahiyələrə lazer şüaları gedib çatmır və aşağı, yəni dəridən aşağı olan nahiyələrdə hər hansı bir toxmaya onun təsiri yoxdur. Və əgər süd vəzi nahiyənizi lazer elətdirmək istəyirsinizsə, təbii ki, elətdirə bilərsiniz. Lakin yenə də müəyyən kənara çıxmalar vardır. Əgər sizin süd vəzinizdə açıq yara varsa, tünd rəngli xal varsa və yaxud da həmin nahiyə əməliyyat olunubsa və hələ də yara həmin əməliyyat nahiyəsi tamamilə sağalmayıbsa, lazer epilyasiyasını elətdirməyə məsləhət görmürəm. Lakin ümumilikdə süd vəzlərinizdə qeyd elədiyim dəyişkənliyin heç biri yoxdursa, rahatlıqla süd vəzi nahiyəsini lazer epilyasiyası elətdirə bilərsiniz.